Yırtıqların plastikasında istifadə olunan torun yırtığın yenidən yaranmasında əhəmiyyəti varmı? İnsanlar əməliyyata gələndə yırtıq plastikası üçün ilk verdikləri sual: doktor, çalışın keyfiyyətli tordan istifadə edin, yaxşısı olsun. Çünki bir daha istəmirəm yırtıq əmələ gəlsin. Dəyərli izləyicilər, qoyulan torun keyfiyyətinin yırtığın yenidən yaranmasında əhəmiyyəti yoxdur. İstəyirsən keyfiyyətli qoy, istəyirsən keyfiyyətsiz qoy. Keyfiyyətsiz torun xəstə üçün mənfi cəhəti odur ki, orada fibroz toxuma düzgün əmələ gəlmir və yaxud da gec yaranır fibroz toxuma və yaxud da iltihablaşır və yaxud da xəstənin sərt torlarda ağrı kimi narahatçılıqları olur. Əsas yırtığın yenidən yaranmasının və ya yaranmamasının nüansı qoyulan torun düzgün qoyulmağıdır. Yəni, yırtıq aradan qaldırılmalı və ya yırtıq aradan qaldırılmadan tor yerləşdirilə bilər. Yəni, bəzən biz əzələ təbəqəsini, birləşdirici toxumanı, apinevroz təbəqəsini yaxınlaşdırıb, tikib onun üzərinə və ya altından tor qoyuruq və yaxud da heç yırtığı aradan qaldırmadan periton təbəqəsinin önünə və ya arxasına tor qoyuruq. Əsas məsələ odur ki, bütün yırtığı tor əhatə etmiş olsun. Bəzən insanlar deyir ki, bəs necə olur ki, mənə yırtıq plastik olunub, tor qoyulub, amma yenidən yırtıq yaranıb. Səbəb həmin torun yanından yırtığın yaranmasıdır. Yəni, yırtıq möhtəviyyatını, yırtıq sahəsini torun əhatə eləməməsi, yəni ölçücə, fikir verin, mənim diqqətli olun, ölçücə daha kiçik torun qoyulmasıdır. Düzgün qoyularsa, ölçüsü daha geniş qoyularsa, təbii ki, yırtıq bir daha əmələ gəlməz. Sağ olun, özünə müğayət olun.